Əziz şagirdlər, hər birinizi xoş gördük. Gəlin tapşırıqlarımıza bir-bir baxaq. Uzunluq ölçü vahidlərinin iş dəftərinin olan tapşırıqlarının izahını verəcəm. Gəlin maşının xətkeşdə olan uzunluğunu təyin edək. Buradan görürəm ki, 7 sm, hələ 8 sm çatmayıb. Burada dayanıbdır, düzdürmü? Yazırıq 7 sm. 1, 2, 3, 4, 5, 6, 7 millimetr. Keçək mismarımıza baxaq. Mismarımız 6 santimetr, 1, 2. 6 santimetr, 2 millimetr. Baxın, 6 santimetrdən 2 dənə xət o tərəfə giribdir. Baxaq bu dəftərə. Bu dəftərdə görürük ki 9 santimetr, amma nəzərə alın ki 1-dir. 9-dan 1 çıxanda qalır 8 santimetr. Keçək növbətisinə baxaq. Deyir, əşyalar qeyd olunan ölçülərin hansı vahidlə ölçmək daha uyğun, millimetr, santimetr yoxsa metrlə? Deməli, baxıram burana, bu hissəni, kompüterun eni deyək də, enini nə ilə ölçərik? Metr olmaz, azdır metr, çoxdur metr, santimetr olar. Bax, buranı görmürəm, bura nəyi nəzərdə tutur? Bu hissəni. Yəqin bura nədirsə daha kiçik ölçü vahididir, millimetrlə götürək. Tam başı düşmədim, şəkildə tam aydın olmur haranı. Yəqin ki, bu kənar qıraq hissəsini demək istəyir. Çox nazik olan yeri millimetrlə ölçə bilər. Ağacın uzunluğunu metrlə ölçəcək, çünki hündür olur. Yarpaq isə burada millimetrdən istifadə etmək olar, santimetrdən də istifadə etmək olar. Yarpaq hardasa santimetrdən daha uyğun gələr, yarpağın uzunluğudur. Santimetr. Kitaba baxaq, kitabın bu hissəsi santimetr uyğun gəlmiş olacaq. Metr üçün deməli azdır, balacadır. Gəlin baxaq. Bunu siz deyir ki, bax, xətkeşi qoyacaq sıfırın üstündə. Növbəti dayandığı yerə diqqət edəcəksiniz. 4 santimetr, 2 millimetr etmiş olacaq. Deməli, biz baxırıq ki, 4 santimetrim 40 millimetrdir. Üstünə 2 gələndə 42 millimetr olacaq. Sonra burada bunu ölçürük. 7 santimetr, 4 millimetr. Deməli, 7 santimetrim 70, 4 millimetr üstünə gələndə 74 millimetr etmiş olacaq. Digərinə baxırsınız, 5 santimetr 7 millimetr olacaq. Deməli, 5 santimetrim 50, üstünə 7 gələndə 57 millimetr olmuş olacaq. Daha sonra bizə deyir ki, ətrafdakı uzunluqlar metr, desimetr, santimetr və millimetrlə ölçülən 4 əşya seç. Onların uzunluqlarını əvvəlcə təxmin et, sonra dəqiq ölçməklə cədvəli tamamla. Məsələn, mənim qarşımda var, indi hal-hazırda telefon var. Telefon, kitab, kompüter. Bir də qələm var. Telefonun uzunluğunu ölçəcəm. Kitabın enini ölçəcəm. Kompüterun eni. Notebookdur eni. Qələmin də uzunluğunu ölçəcəm. Gəlin təxmin eləyib, baxaq. Telefonuma əvvəlcə baxıram ki, telefonun təxminən uzunluğu olsun 10 santim. Dəqiqliyi ilə ölçərəm sonra. Kitabın uzunluğu olsun 25 santim. Kompüterumun eni olsun 20 santim. Özümdən təxmin edirəm hələ ki. Qələmin də uzunluğu olsun 12 santimetr. İndi baxaq görək, dəqiq ölçəcəm, sonra yazacağım. Dostlar, mən xətkeşi əlimə alıb hər birini ölçdüm dəqiqliklə və qarşıda yazdım. Təbii ki, buradakı əşyalar dəyişə bilər və onların ölçüləri də dəyişə bilər. Ola bilsin, sizin kompüteriniz daha uzundur və yaxud da daha balacadır və yaxud da telefonunuz daha uzun ola bilər.
Yəni ölçülər dəyişə bilər, kitabların ölçüsü də dəyişə bilər. Bu mənim kitabımın ölçüsü idi, qeyd elədim. Keçək burada. 5 santimetrim, 1 santimetrim 10-sa 5 santimetrim 50. 50-nin üstü 3 neçə eləyəcək? 53 millimetr. Desimetrdən 1 desimetrim 100 millimetrdir. 6 desimetrim 600. 4 santimetrim də 40-dır. Eləcək 640. Keçək bura. Deməli, biz neyinirdik? Metrdən kilometrə gedəndə 3 dənə rəqəm ayıracaqdıq. Sağdan sola doğru. 3 kilometr 120 metr. Yenə də deməli, kilometr və metrə ayıranda 3 dənə sayıram. 2 kilometr. 2000'ni götürdüm. 40'ını ise 40 metre ise kenarına yazdım. 3 metr 2 millimetr. Baxın, metrdən millimetrə gedərkən nə idi? Deməli, millimetr, santimetr, desimetr. Bunu çətinlik çəkən uşaqlar üçün qeyd edirəm və metr. 0, 0, 0. Düzdür? Gedirsən metrdən millimetrə doğru. Düzdürmü? Deməli, 3 metrim 3000'dir. 3000 üstündə 2 gələndə 3002 millimetr etmiş olacaq. Baxırıq, santimetri millimetrə çeviririk. Deməli, 1 santimetrim 10'dur, 10 millimetrdir. 10'un 5'də 4'ü, 5'ə böləndə 2, 2 dəfə 4'üm 8 millimetr. 2 kilometrim 2000'dir. Üstündə 105 gələndə 2105 eləyəcək. 3 kilometrim 3000, üstüne de 60 gələndə 3060 edəcək. 3 desimetrim 2'də 1 santim neçə millimetrdir? Hər birini millimetrə çevirməliyəm. 3 desimetrim desimetrdən millimetrə gediriksə 100'dür. 3'dən 300 eləyəcək. 2'də 1 santimetrim də onun 2'də 1'i 5 millimetr eləyəcək. İkisini bir də toplayanda 305 millimetr olacaq. 3 kilometrim 3000'dir, üstüne 8 gələndə 3008 metr. 6 kilometrim 6000. 1 kilometrim 1000, üstüne 95 gələndə 1095. Bunu rahat eləyəcəksiniz. Çətin ola bilsin bu olar sizin üçün. Bu olar, bir də bu olar. Bunlara xüsusi olaraq diqqət edin. Keçək növbətisinə, hesablama işinə. Metri metrlə toplayacağım. Santimetri santimetrlə. 1 metrlə 2 metr toplayanda 3 metr. 20 ilə 70, 20 ilə 50, 70 santimetr. Metrlə metri toplayıram. 3 metr. 4'ün ise 70 gələndə 74 santimetr. Əsas odur ki, eyni ölçülərə sahib olsunlar. Məsələn, bunu çətin eləyə bilərsiniz, düşünə bilərsiniz, çevirmə edə bilərsiniz. 5 metrin 515 santimetr, o birisi də 130 santimetr. Belə çıxa bilərsiniz. 5, 11'dən 3 çıxanda 8, burada 4'dən də 1 çıxanda 385 santimetr. Yəni bu da 3 metr 85 santimetr. Və yaxud da ki, bunun 1 metrəsini xırdalayarsan, bura verərsən. 5 metr yerində qalar 4 metr. 1 metrim 100'dür, 100'ün üstü 15, 115 santimetr. İndi çıxaq. 4 metrdən 1 metrə çıxanda 3 metr. 115'dən də 30 çıxanda 85 santimetr. Gördünüz, eyni şeyə gəldi. İndi bu iki yoldan hansısa rahatsa ondan istifadə edərsiniz. Keçək növbəsinə. 6 metrdən 2 metr 15 santimetr çıxanda. Baxın, 6 metri çevirərəm 600'ə. 2 metr 15 santimetrdə 215 çıxarım belə. 5, burada 9'dan da 1 8. Burada 5 qaldı. 5'dən də 2 385. Yəni 3 metr 85 santimetr. Və yaxud necə eləyə bilərdiniz? 6'dan 2 çıxanda 4 metr. 4 metrdən 15 santimetr çıxmaq lazımdır. 4 metrin 1 metrini xırdalayıram 100. 100'dən 15 çıxanda 85. 4'dən də birini götürmüşdüm. 3 metr 85 santimetr. Keçək bura. Deməli, həyətin ətrafına taxtadan hasar çəkmək və dəmir darvaza qoymaq lazımdır. Şəkildə boş xanalara uyğun uzunluqlar yaz. Çəkiləcək taxta hasarın uzunluğu nə qədər olacaq?
Dostlar, mən bunun asan bir yolunu göstereceğim ama birinci şəkil olaraq üzrə izah eləmək istəyirəm. Bax, hasanın uzunluğu 8 metr 20 santimdir, düzdürmü? Bunun bura qədər olan hissəsi və bura qədər olan hissəsi 6 metrdirsə, bura nə qədər olacaq? Bura nədirsə, burada o qədərdir, baxın. Yəni 8 metr 20 santimdən 6'sını çıxanda, 6 metrəsini çıxanda 2 metr 20 santim. Bura 2 metr 20 santimetrdir. Şimdi baxın bura. Necə elədik? Bax, ümumi uzunluqdan 6 metrdən çıxanda bax buranı tapmış oldum. Burada elə burada. Baxın, bir-birinə bərabərdir. Qarşı-qarşıya eyni ölçülərə malikdir. Sonra baxaq bura. Bütövlükdə buranın uzunluğu 8'dir. Buradan bura 6'dırsa buranı soruşur bizdən. Baxın, bura qədər, əgər 8'in bura qədərsə 6'sı, bura qədərsə nə qədər olacaq? Burada 2 olacaq, düzdür? Bura 2'dirsə bunun avtomatik qarşı tərəfdə 2'dir. Yəni 8'dən 6'sını çıxanda 2 metr olmuş oldu. Əslində sən xəyalında buradakı xətti gətirib bura qoysan, bu uzunluqdakı xətti bura qoysan, bu dört tərəfin uzunluğunu tapmış olacaqsan. Yəni bunun düzbucaqlığının perimetrini istifadə etməklə edə bilərsən. Yenə də biz buranı tapdıq, nə? Buranı 2 metr tapdıq, buranı isə 2 metr 20 santimetr tapdıq. İndi gəlin bunu hər tərəfini neyniyək? Ölçək. Deməli biz neyniyəcək? Buranın uzunluğunu, bax bir dənə değişik çəkiləcək taxta hasarın uzunluğu. Bax, buranın uzunluğu nə qədər olacaq? 8 metr 20 santimetr. Buranın uzunluğu nə qədər olacaq? 6 metr. Buranın uzunluğu nə qədər olacaq? 6 metr. Baxaq sonra. Bura nə qədər olacaq? 2 metr. Bura nə qədər olacaq? 2,20. Burada 8. Bunların hamısını topluyorum. Deməli metrləri 1 toplayacağım, santimetrləri 1. 8 üstü 6. Üstü 6, 12 üstü 8, 20. 22, 24. 24'ün üstünə də 8 gələndə 32 metr. 20, 20, 40 santim. Və yaxud da ki, mən bunu bax belə yazığımı, mən belə düşünürəm ki, əslində bunu olimpiyada gedən uşaqlar, məntiqi inkişaf etmiş uşaqlar, bunu bu cür bax olimpiyada belə tiplər düşəndə bəzən heç belə bura rəqəmlər falan vermirlər. Bura nədirsə, burada odur. Yəni bütövlükdə buranı verməyib 8. Deməli burada 8'dir. Bura yuxarı 8,20 deyil, bura 6'dır. Bura bütövlükdə 8 metr 20 santimdir, düzdür? 8, 8, 8, 8, 4'dən 8, 32, 20 santimetrlərdə toplayanda 40 santimetr. Deməli 32 metr 40 santimetr. Yəni bunun qısa həlli budur. Yəni 5 saat burada hesablayınca ən qısa yolu budur. Keçək növbəti sualımıza. Növbəti sualımızda nə deyir bizə? Deyir ki, Lalə Səbinə boyunbağı düzəltdilər. Onların muncuqlarının uzunluğu, deməli muncuqlarının uzunluğu 5'də 1 metr olan ipə düzdülər. O bir muncuq ipdə, bir ipdə 1 santimetr yer tutur. İki belə boyunbağı neçə muncuq yerləşdi? Deyir ki, onların uzunluğu 1,5'də 1 metr. Biz bunu santimetrini ifadə edək. Gəlin baxaq. 1 metrin 100'dür. 100'ün 5'də 1'i. Yine deyirəm, bax burada metrdir, burada santimetrdir. Deməli 5'də 1 metrə nə edəcəm? Santimetrə çevirəcəm. 5'ə böləndə 20 santimetr eləyir. Deməli muncuğun uzunluğu, ipin uzunluğu, bu ipin uzunluğudur. İpin uzunluğu 20 santimetr oldu.
Deyir ki, bir muncuq ipdə 1 sm tutur. Deməli, 20 dənə gedəcək də. Böləndə 1-ə 20 dənə. 2 dənə 20-ni toplasam 40 dənə, çünki 2 belə boyunbağdan söhbət gedir. Bir boyunbağa 20 muncuq gedirsə, 2 boyunbağa 40 dənə getmiş olacaq. Təmir briqadası dəmir yolunda 200 metr reysi dəyişməli idi. 200 metr reysi deyəndə bax bunu nəzərdə tutur. Bax bu dəmir reysləridir belə. Briqada günortaya qədər yolun 4/3 hissəsini dəyişdi. Daha neçə metr dəyişməli idi. Mən bunu iki cür həll eləyərəm. Deməli, 200 metr yolun 4/3 hissəsini dəyişibdi. 200 bölərəm 4-ə, vuraram 3-ə. 4-ə böləndə 50-50 3-ə vuranda 150-sini dəyişib. Deməli, 200-dən 150-sini çıxsam, geriyə qalır 50. Bu bir cür həll idi. Digər bir yolu nədir bunun? Bütöv yol deyil bu. Yolu neçə yerə bölüb 4. 4-dən 3 hissəsini dəyişibsə. Yəni yol 4-də 4 yerə bölünüb, onun 4-də 3 hissəsi dəyişibsə, neçə hissəsi qalıb? 4-də 1-i. Yolun 4-də 1-i qalıbdı. İndi 200-ün də 4-də 1-ini tapanda 200-ü 4-ə böləndə 50, 50-ni də 1-ə vuranda 50 metr qalmış olacaq. Yəni bu da ikinci həllidir. Bu daha rahatdır, ikinci həlli başa düşən uşaq üçün. Yəni 4-də 3-ünü tapmaq vəzifə 4-də 1-ini tapır. Tez rahat cavabı tapmış olur dostlar. Bu günlük bu qədər, hələlik.